vəzi barədə gündəlik işimizdə çoxlu pasientlər yaxınlaşırlar, hansı ki şikayətləri var, amma qeyd edirlər ki, yox, prostatımda heç nə yoxdur, çünki UZI elətdirmişəm, prostatda hər şey yaxşıdır, ölçülərim normaldır, heç bir narahatçılığım da yoxdur, heç nə də hiss eləmirəm. Yəni bu deyilənləri açıqlasaq nəyə şahid olaraq? Birincisi, prostat vəzinin ölçüsünün normal olması ya kiçik olması, onun sağlam olması demək deyil. Ola bilər ölçü normal olsun və yaxud normadan da kiçik olsun. Amma orada problemlər yaşansın, bərkimə olsun, iltihabi sahələr olsun, kalsinatlar olsun, yəni ölmüş sahələr, kirəcləşmiş ölmüş sahələr olsun. Ona görə də ölçünün normal olması ilə arxayın düşməyin ki, ölçüsü normaldır demək hər şey yaxşıdır. Belə olmur. Prostat vəzinin ola bilər ölçüsü normal olsun, hətta normadan kiçik olsun, amma vəzdə ciddi problemlər olsun, iltihab olsun, kalsinat olsun, çapıqlaşmış sahələr olsun, yəni fibrozlar olsun. Bu bir. İkincisi deyirlər ki, heç bir şey hiss eləmirik, prostatımızı duymuruq. Yəni normal halda insan öz prostat vəzini duya bilmir. Yəni o ancaq barmaq müayinəsi vasitəsilə insan hiss edə bilir ki, prostat vəzi hardadır və orada nə hissiyyat var. Prostat vəzinin ağrıları adətən qarnın ön divarına, qasıq nahiyəsinə, düzdüm nahiyəsinə, belin aşağı hissəsinə sızıldayıcı ağrılar şəklində olur və yaxud xayaların arxasında aralıq nahiyəsində sızıldayıcı ağrılar şəklində hissiyyat olur prostat iltihabında. Və çox insanlar bunu başqa problemlərlə əlaqələndirdikləri üçün prostat barədə fikirləşmirlər. Ona görə elə bilirlər ki, orada hər şey yaxşıdır. Amma əslində prostatda iltihabi proseslər olanda bu çox zaman özünü subyektiv hissiyatla, yəni hissiyatla özünü büruzə vermir. İnsan var ki, heç ağrısı da yoxdur. Amma müayinə edirsən, prostatında ciddi problemlər var, ciddi dəyişikliklər var.